Salam hörmətli izləyicilərim. Bugün də belə bir asan bir naxışın toxunmasını istəyirəm göstərim sizə. Bu da 2 ilməkdən əmələ gələn bir naxışdır. Bunun rezinkasını bir tərs bir düz toxumuşam. Kim istəyər 2 tərs 2 düz rezinkanı kimin ürəyi necə istəyir elə də toxuya bilər. Sapım da 100 qramlıq 350 metrəlik bir sapdır. Bundan da nə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, svitrə, papağa, nə istəsəz toxuya bilərsiniz. İndi bunun üçün də belə bir sapını götürürəm, elimin üstə yığıram. Cüt ilmələr yığacağım, elə saf formada yığacağım. Dört, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek yığdım elimə. İndi burada 2 sıra toxuyacağım naxışın düz durması üçün. Tərs toxuyuram hər iki üzdən. Birinci ilməni də toxudum, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Tərs üzdən də bir sıra tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən kənar ilməni götürürəm birinci. Buradan ikisinin arasından götürürəm bir ilmek. Sonra bunları toxuyuram bu 2 ilməyi. Götürdüğüm ilmeği bu 2 ilmeğin üstünden geçirdirəm bu tarafa. Yine buradan 2 ilmekten sonra bir ilmek götürürəm. Bu 2 ilmeği düz toxuyuram. Bu götürdüğüm ilmeği yine bu 2 ilmeğin üstünden götürürəm, o üzə geçirdirəm. Götürdüğüm ilmeği yine bu 2 ilmeğin üstünden böyle geçirdim. Yine aradan götürdüm 2 ilmeğine 3. ilmeğin arasından. Sonra bu ilmekleri düz toxuyuram. Götürdüğüm ilmeği üstten geçirdim. Yani artma olmur. Yine de böyle axıra kadar eyni toxuyuram. Bu da heç bir dəyişiklik olmur. Çok asan toxunan bir naxışdır. Bundan da nə istəsəz toxuya bilərsiniz. Jilet, şeket, svitrə, papağa, uşaq adyalına, ürəyiniz nə istəsə toxuya bilərsiniz. Burada mən rezinka toxumadım. Kimin ürəyi necə istəyir, elə də toxuya bilər rezinka hissəsini. Kənarda yenə
tərs toxudum. Bu naxışın da arxa tərəfi ancaq tərs toxunur formada. Kənarda yenə tərs toxudum. Formada belə bir naxış alındı. İndi ikinci sırada bunların yerini dəyişirəm. Kənarı götürürəm. Burada birinci ilməni toxudum. Sonra bu iki ilmənin arxa tərəfindən, iki tərəfindən götürürəm. Bu ilməkləri toxuyuram düz. Götürdüyüm ilməyi yenə üstdən keçirdirəm. Ancaq birinci başlayanda dəyişiklik eləyir. Qalan eyni olur hamısı toxunması. Düz toxuyuruq. Üstdən keçirdim. Yenə iki ilmədən sonra bir ilmə götürürəm. İki ilməni düz toxuyuram. Götürdüyüm ilməni bu iki ilmənin üstündən keçirdim. Yəni artma işkilmə olmur. Burada əvvəldə bir ilmə götürdüyümə görə bir ilmə burada qalır. Bunu da düz toxuyuram. Kənarda tərs toxudum. Belə formada bir naxış alınır. Tərs üzdən indi hamısını yenə tərs toxuyuram. Belə formada bir naxış alınır. Bu da yenə burada təzədən birinci sırada necə başlamışdıqsa elə başlayırıq. Bir sırada bir ilməni toxuyub sonra başlayırıq. İkinci sırada elə birinci ilməkdən başlayırıq. Formada. Sağ olun. Gələn videomda görüşənə qədər.